Dəyərli, hörmətli YouTube izləyiciləri, TikTok səhifəmin izləyiciləri, özünə yaxşı 06 alıb sürmək istəyən izləyicilərimiz bu videoya diqqətlə baxaq. İsmail əmmimiz yanımızdadır, üzünü görsənməyini istəmədi, amma ilk öncə İsmail əmmimizdən məlumat alacağıq, daha sonra çəkişmə edəcəyik. Salam əleykum İsmail əmmi, bazar olsun. Məlumat alaq zəhmət olmasa. Maşının ili 1988-ci ildir. Ay maşallah. Aha. Motor 03'dür. Qarabqa 4'dür, əladır. Mostunda cüzi səs var. Aha. Kosmetikaya ehtiyacı yoxdur. Belə də normal maşındır. Bugünkü günə olan problemlərin dediniz. Yəni motor 03'dür, problemi yoxdur. Yoxdur. Qarabqa 4'dür, atmağı yoxdur. Bir dənə difində dediniz. Şirin bir səs var. Şirin bir səsi var. Yəqin ki, orada qiymətdə nəzərə alınıb və deyiləcək. Qiymət demiş. Qiymət neçə deyirsiniz? Qiyməti 3400-ə deyirəm. 3400-ə deyirsiniz. Yəqin ki, endirim olunacaq. Real alıcıya endirim. Nömrənizi işlək. 055 748 2359. 055 748 2359. Maşın sahibinin adı İsmail əmdir. Maşınam İsmaildə maşına Göyçay Ucar ərazisində belə deyək baxmaq olar. Barter olar hansısa maşın? Olar. Öz dəyəri qiymətində, yoxsa dəyərindən ucuz? Aşağı-yuxarı fərqi Aşağı-yuxarı fərqi yoxdur. Yəni barter eləmək olar. 03 seriyası ilə də Ağdaş əhalisində salam olsun. İsmail əmdən məlumat aldıq. İli 88-dir. Motor 03 Korobka 4 motor yağ emir, Korobka atmır. Difirində İsmail əminin sözünə uyğun olaraq şirin bir səsi var. O da qiymətdə endirim olunacaq. Qiymət də ki 3400 bugünkü bazar qiymətidir. Yəqin ki çox güman ki İsmail əminin dediyi kimi real alıcıya maşının yanında endirim olunacaq. Çəkək, göstərək maşının. Gördüyünüz kimi salonu yaxşı vəziyyətdədir. Baxırıq. Baxırıq. Və burada da bir dənə 06 var, 06-ya da baxırlar hal-hazırda. Mən də çalışacağım 06-nı çəkim göstərim. Mən isə elə fikrim getdi 06-ya mühərrik yerin qaldırıb sizlər üçün çəkiş eləyim. Baxırıq. Bu da maşınımızın mühərrik yeri, akkumulatoru yeni, mühərrik yerində yağ yeməyi falan yoxdur. Belə çəkdim, göstərdim. İsmail əmdə məlumatları qeyd elədi. Sizə də bu maşın maraqlı gələrsə, maşın sahibinin qeyd elədiyi əlaqə nömrəsinə zəng vurub maraqlana bilərsiniz bu 06 haqqında.